bu insan mənə qəsdən işi öyrətmir. Liş bu mən nəsə bir səhv eləyim, rəhbərlik məndə o səhvi tutsun və mən işimdən olum. Bu da rahat olsun. Sən bilirsən, paxıllar uzaq görən olurlar əslində. Yes. Qısqanclar, onlara tülkü deyirlər çox vaxt. Dostlar, xoş gördük hər birinizin. Ataman Podkastının yeni epizodunda yenidən sizlərlə birlikdəyik və bugün də sizinlə birlikdə daha doğrusu biz mövzu müzakirə edəcəyik, siz də bizi dinləyəcəksiniz və çox istəyərdim ki, siz də bu mövzulara biganə qalmayasınız. Öz fikirlərinizi, öz şəxsi fikirlərinizi şərhlərdə bizimlə paylaşasınız. Biz də onları oxuyaq. Böyləcə siz bizə dəstək olmuş olacaqsınız. Siz bizim podkasta Oykos İnkişaf Mərkəzinin dəstəyi ilə baxırsınız. Başlayaq. İçimdə bir radio DJ var da, onu öldürə bilmirəm. Mən dərslərimdə beləyəm, bitirəm dərsləri belə. Və sizinlə mən idim Natavan. Zafer Kiskis. Bilmirəm, uşaqlıqdan radio DJ-dir. Mən də çox sevmişəm, mən də. Bizi elə alsınlar da. Ya hansısa bir radiodan təklif gələrsə böyük məmnuniyyətlə qəbul eləyərik bu arada. Yəni təbii ki, özümüzə biraz orada da belə çəki düzən verib, biraz rəndəliyib. Mən söz vermirəm. Məsəl üçün, Nataman Bir dəqiqə, xahiş edirəm, üzr istəyirəm, sözü kəsirəm. Bir dənə qız, məşhur bir dənə radio DJ var. Adı çəkməyəcəm. Tanımıram. Radio DJ var və xoş gəlmisiniz. Bəy, adınızı deyin. Zat belə kimi səslər çıxardır. Yəni mən onun yanında necə özümə çəki düzən verəcəm ki? Mənim çəki düzən verdiyim hal onun yanında ibadətə gedər. Yox, təbii ki, yox. Sənin nitqin, sənin danışığın məncə ondan qat-qat yaxşıdır. Sadəcə olaraq biz mövzularımıza çəki düzən verəlim biraz. Ona vəbşi səs verəm. Yəni bu mənada radio. Nəysə, hansısa bir mən maşınımı apardılar. Kim minər gedər də? Dostlar, bu günlərin biz paxıllıqdan danışacağıq. Paxıllıq. Mənə niyə çağırırdın ki? Mənə ətrafımı çağırardın da. Elə mənim ətrafımda pis deyil. Dalaşdırmaq olar deyə sənin ətrafında, mənim ətrafımda kim kimi də var. Paxıllıq əslində bir neçə hissəyə bölünür də, yəni mənə görə. Var sosial paxıllıq, var individual paxıllıq, var korporativ paxıllıq. İndi bu cümlələri, bu söz birləşməsini bir-biri ilə nətər uzlaşdırın. Əsas odur ki, fikrimi başa düşdünüz, mən nə demək istədim. Yox. Başa düşmədiniz. Kanalımıza abunə olun, sağ olun, növbəti podkastda görüşürük. Korporativ nədir? Paxıllıq. Var sosial paxıllıq. Yəni, biz sosial nəyə adlandırırıq? Bütün bu cəmiyyətin gözünün qarşısında edilən hansısa bir hərəkətə qarşı, edilən hansısa bir davranışa qarşı, edilən hansısa bir işə qarşı paxıllıq. Var individual paxıllıq. Mən sırf sənə paxıllıq eləyirəm. Bu individual paxıllıqdır. Bir də var korporativ paxıllıq. Korporativ paxıllıq da ki, hansısa bir iş ortamında, kollektivdə, stafda hansısa işçinin, nailiyyətinin, uğurunun paxıllığını çəkmək. Ümumiyyətlə, işçinin davranışının paxıllığını çəkmək. Bax, mənim üçün paxıllıqlar budur. Yəni başqa cür paxıllıq. Bir insanda hamısı ola bilməzmi? Ola bilər. Çünki tanıdığım bir neçə insan var ki, onlar həm iş anlamında, həm şəxsidə də, amma genel öz çevrəsində də bilmirəm. Yəni çox paxıl bilsəm nədir? Mənə görə paxıl hər tərəfdə paxıldır, Elman. Paxıl insan, yəni hər hali ilə hər şeyə paxıllıq göstərəcək, yəni. Ay individualmış, ay korporativmiş. İndi burada biz bilirsən nəyi danışırıq? İçinin qaranlıq şeyləmiş, nə deyirlər, kaplamış insanı necə bölə bilərik? Sən düz deyirsən, böldün, düz haqlısan. Amma ki, mənə görə o insanın içində orucu bölünməyəcək. Paxıl elə paxıldır. Okey. Mən bir şey demirəm. Mənim burada müzakirəyə çıxartdığım məsələ odur ki, və mənim bilmək istədiyim, sənin də fikrimi bilmək istədiyim məsələ odur ki, paxıllıq axı yaxşı bir şey deyil. Təbii ki. Təbii ki. Yəni, bax,
bax. Sosial ortamda olan paxıllıq bu mənim üçün ruslar demişkən priятный bir şeydir. Sosial ortamda olan paxıllıq mənim üçün priятный bir şeydir. Yəni belə deyək də mən məsəl üçün Targovda gəzirəm. Nə gül denən, ya bizdə gülək, denən bizdə gülək ya da müəllimlər olur deyə bir şey varsa deyin bizdə gülə. Hə, danış. Hə, yəni məsəl üçün random bir adam çıxır qabağıma, mən ona paxıllıq eləyə bilmərəm ki. Düzdürmü? Yəni mənim sosial paxıllıq bir tane danışmağı inşallah öyrədəcəyim. Sosial paxıllıq Logoped kursundasan bəlkə arada gələsən dərsdə. Məni qəbul edin. Sosial paxıllıq hər halda tamamilə bir sosiallaşmış birinə qarşı olan paxıllıq ola bilər. Məsəl üçün hansısa bir bloger ola bilər, hansısa bir influencer danışa bilmirəm. Hansısa bir influencer ola bilər. Sən şey demək istəyirsən, sən hani bir X kişisini götürürük. Bu insan məşhurları falan qısqanır. Mən danışa bilmirəm. İndi öyrənmək istəyirəm ki, görüm düz başa düşmüşəm. Heç çünki başa salmadı, amma mən başa düşməyə çalışıram. Yəni bu insan məşhurları qısqanır və ətrafında qısqandığı yoxdur amma deyirsən sən. Yəni mən bilmirəm, bəlkə də o qədər inanmıram. Yox, sən demişkən ola bilər ki, 3-ü də olsun onda, ola bilər ki, 2-si olsun, biri. Amma şey söhbət də ola bilər. Sadəcə mən bu şeyləri deyirəm, bəndləri deyirəm. Elman amma dediyi şey də ola bilər. Məsəl üçün bir insan hər yerə efor sərf eləyə bilmir axı. Bir yerə daha çox enerji yükləyir də. O da ola bilər ki, məsəl üçün, bu müğənnini qısqan, buna baxdı, bu nə edir falan deyir. Ya da ki, iş yerində bunun zəhlim gedir, elə vəzifəsi qalxa-qalxa durur falan kimi qısqandı. Amma həyatında olan birisinə konkret həm paxıllıq eləyir, həm ona fitnə, fücur şey eləyir, həm əlindən gəldiyi qədər də onun işini çətinləşdirməyə çalışır. Yəni ki, bir yerə daha çox paxıllığını daha çox axıtdı. Mən ümumiyyətlə paxıllıqla çox qarşılaşmışam. Çünki mən düşünürəm ki, sözü yadında saxla, mən düşünürəm ki, bir insan işində heç kəsi qısqanmasın, məşhuru qısqanmasın, qısqanmasın, amma bir dənə insanı paxıllığını eləsin. Mən elə düşünmürəm. Mən elə gəlir ki, o axır. Ola bilməz. Bu şeyə oxşuyur. Hani mənim pişik sevmirəm. İnsanlardan zəhləm gedir, gül çiçəkdən zəhləm gedir. Amma bir dənə qız var, çox sevirəm. Bu ucu çox məntiqsiz deyilmi? İnsanın içində olan enerji hər yerə paylanar. Axı birinə daha çox paylanar. Amma gördün elə paxıllıq da sənin dediyin kimi kateqoriyalara yəqin bölünür. İndi o kateqoriyalarda neçəsi kimdə var? O ola bilər. Yəni ola bilər ki, adam var, biri olsun, onda ola bilər ki, ikisi olsun, biri olmasın, yəni nəysə. Mən illər öncə çalışdığım bir işdə bu paxıllıqla çox qarşılaşmışam ümumiyyətlə. Belə bilsən elə bir moment olmuşdu ki, yəni köhnə işçidir, bunun üzərinə bir işçi gəlib. O da mənəm yetim. Gəlmişəm bunun üzərinə işçi və bu mənə öyrətməlidir, mən işləməliyəm. Və mən hiss eləyirdim ki, insan mənə qəsdən öyrətmir. Başa düşdün? Bu insan mənə qəsdən işi öyrətmir. Liş bu mən nəsə bir səhv eləyim, rəhbərlik məndə o səhvi tutsun və mən işimdən olum. Bu da rahat olsun. Buna da deyən lazımdır ki, ay tüklü kivi, sən mənim okey dalımdan dəydin, mən çıxdım, getdim. Ay, məndən sonra başqası gələcək sən yanıma. Sən onu da öyrətmə. Yəni, neçə nəfərin dalından belə dəyəcəksən və bu çıxacaq. Mən də uşağam, mən tupoyam, bəyəm. Mən gördüm ki, bu mənə öyrətmir. Mən bunu özüm öyrənməliyəm. Mən də getdim, özüm öyrəndim. Və o adamın nətər yanıb partladığını mən gördüm, mən işimdən olmayanda. Və mən illər sonra ondan qat-qat yaxşı işçi oldum. Bunu belə ürək açıqlığı ilə deyirəm. Zaten səndə o potensialı gördüyü üçün elə istəmirdi də səni öyrətmək. Ola bilər. Sən bilirsən, paxıllar uzaq görən olurlar əslində. Yes. Qısqanclar, onlara tülkü deyirlər çox vaxt. Tülkü insan, bircok insan həmişə
işığı daha tez görür. Ona görə də sən dostlarına fikir ver həmişə. Mən bundan ağzım çox yanıb. Dostlarına fikir ver. Çünki çox vaxt dostlar ətrafda ya da fərqi yoxdur, tanışın falan. Səndən daha çox belə münasibət qurmaq istəyən insanlar hamıya aid deyil. Bəziləri həqiqətən də sənin enerjin çox xoş gəlir və yaxşıdırlar. O heç. Biri də var ki, o işığı görür, deyir, ha, bunda bir parıltı gördüm. Bundan istifadə eləyəcəm. Ümumiyyətlə dost anlayışı bu dəqiqə çox dəyişib. Yəni Allaha çox şükür olsun. Bir dənə dostum var. Mənim də. 40 ildir. Bir də Elman da var təbii 40 ki. ildir. Elman da var ya. Düzdür, Elmanla başqa cürdür bizim dostluğumuz, amma bilmirəm ya, başım bir sıxışanda eləyəndə hani birini arayacağım, birisi olmalıdır ya. O Elmandır və bir dənə də dostum var. O da çox yaxşı ki varlar. Bizim çünki dostluğumuz çox enişli, yoxuşlu olub əslində. Bizi elə şeylər baş verib ki, onlar ayırmayıbsa, bundan sonra heç nə ayıra bilməz. İnşallah ya. Düzdür, bu il ərzində yenə də qırışdığımız çox şeylər olub. Mənim üçün onlar normal deyə. Yəni mən Elmana sifət eləyə bilmirəm. Eləyirəm, sonra bilmirəm ya. Mən bura gəldiyimi görsəz necə gəlirəm belə it kimi. Burada sonra zat. Məncə onlar olmasa nata biz, yəni belə o çəkişməsən, bəlkişməsən məsələsi vardı. Yəni biz bəzi şeylərdə zaten təbii ki belə zidik. Zaten eyni ola bilməz ki. Elman xarakteri başqa, mənim xarakterim başqa. Amma ki dostsansa şey olursan, fərqi yoxdur. Bir-birinə anlayış göstərirsən, tolerans keçirsən. Ona görə də sözümü ona gətirdim. Bir dəfə dostluqdan danışıq. Dost onu deyirdim ki, yəni bu dəqiqə dostluqlar da fərqli dostluq yoxdur da, yəni konkret olaraq yoxdur. Yəni çox şükür 40 ildir. 40 il deməyə, indi 7 yaşımdan tanımışam onu. 33 ildir dostluq elədiyim bir nəfər var. Əlbəttə mən deyirdim yox. Doğulmamışdım. Yox. 33 ildir də tanıyıram mən onu. İndi Çingiz salam olsun buradan ona. Və salam qutardı getdi. Amma dost budur. Çünki bilsən nətərdir? Bunların ortada bu çıxarıcılıq yox deyə, nata başa düşsən, o çıxarıcı ilişkisi. Vay. O oldu ya. Batdı hər şey. Bax, mən onu iş anlamında başa düşərəm. Mən heç orada da başa düşmürəm. Yox, bax, gözdə də. İndi müdürün sənin də müdürə borcu yoxdur. Bu arada müdürümüzə salam deyirəm. Məni izləyirmiş. Salam olsun Nataman xanımın müdürünə. Danışdıqlarımı fikir verəcəm. Belə deyim də, yəni iş yerində başa düşərsən. Çünki alma vermə dengəsi var. Hani sən onlara pul qazandırırsan, özünə qazanırsan təbii ki. Onlar sənə müştəri qazandırırlar və sən də işlədiyi üçün ya belə şeydir də, belə paralel gedən bir şeydir. Bura qədər düz deyirsən. Amma dostluq bax, hər ilişkidə alma vermə dengəsi olmalıdır. Amma çıxarcılıq əsla. Bəlkə sən də ona görə bayaq dedin ki, yox, mən şeydə də başa düşmürəm, iş anlamında da başa düşmürəm, şey demək istəyirdin, sömürülməyi başa düşmürsən, onu demək istəyirdin yəqin ki. Yox. Ki kimsə çıxsın mənim başımda otursun, onu demək istəyirdin. Zaten əgər bir iş yerində, çox üzr istəyirəm, əgər bir iş yerində bir müdür işçinin başına oturursa, o müdürün problemi var. Şeydir də, o patronculuk. Yəni, mənim gördüyüm və mənim bildiyim korporativ tərbiyə o deyil. Müdür işçinin başında otursun, yəhərini əlinə alsın, onu istədiyi kimi hərəkət atıq, eşşəyi, nəyi biz. Yəni bu düzgün bir şey deyil. Gəl birinci bundan razılaşın. Müdür yox, vəbşim şablon olacaq. Bu arada mənim müdürüm çox yaxşı adamdır ya. Valla. Sən müdürə bir şey demirəm, Allah onu. Yox, bilsən necə, bax. Bilsən necə, mən məsəl üçün 3 sezonda bir yerdə işləyirəm. Ümumiyyətlə mən sevmirəm də, yəni müdürə yalakalıq yapmaq ya da müdürün, bilmirəm də, o kafalarda birisi deyiləm də, çox sərbəst fikirliyəm. Ona görə də həmişə öz işimdə işləmişəm. Bir neçə kurslarla işləmişəm, zallarla işləmişəm. Amma son 3 sezondur ki, mən bir yerdə davamlı işləyirəm və bir neçə nəfər insanlar görmüşəm də. Həmişə müdürlərim yaxşı adamlar olublar. İndiki müdürümüzsə çox zarafatçıl birisidir, həqiqətən. Məsələn, onunla çox rahat adam danışa bilir, zarafatlaşa bilir. Düzü qırışdığımız vaxtlarda olur. Normal. Amma belə rahatsan da, yəni belə sıxma zat yoxdur. Amma sənin dediyin tərz olanda o başqadır. Yəni, mən də onu demək istəyirəm. İşçi də sıxılır, çıxa da bilmir işdən. Sən deyirsən, elə mən də deyirəm ki, yox, elə olmamalıdır. Yəni, qətiyyən bu doğru bir şey deyil. Birincisi müdür, bizim bilmirəm, valla bəlkə danışacam biraz böyük çıxacaq mənim sözüm.
Bizdə müdür olanda xasiyyət dəyişir. Mən buna çox rast gəlmişəm, mən buna. Mən buna illər öncə işlədiyim iş yerində də rast gəlmişəm. İndiki həyatımda da mən rast gəlirəm buna. Ya nə dəyişir axı, nə dəyişir? Nə dəyişir? Sən sadəcə bir vəzifədən digər vəzifəyə qalxmış olursan, okey, alqışlayırıq, tamam. Yox, başçılıq eləmək hər insan eləyə bilmir. Bildim, amma sən bunu, bax, supervisor edin, oldun manager. Arada elə böyük bir fərq var mı? Tamam, ola bilər ki, vəzifə öhdəliklərin biraz çoxalmış olsun. Okey, mən buna bir şey demirəm. Buna görə təlimlərə qatılmaq lazımdır. Bəli, ki bizim iş yerində həqiqətən bu şey xoşuma gəlir. O qız mənim ağlımı oxuyur. Bu şey xoşuma gəlir, var təlimlər keçirilir. Düzdür, nə qədər o təlim... Qızın maaşını qaldırmalıq. Mən maaş almıram bu arada. Təlimi qatılanlardan da asılıdır. Sən nə qədər oradan beynivə girir, o da var. Bəziləri sadəcə yola verir, amma ki, həqiqətən lazımlıdır. Çünki həm personalla necə deyim, personalı idarə etmək, həm müştərini idarə eləmək, yəni bunların hamısını əgər sənin iş yerin belə sosial iş yeridirsə, sən biri var ofisdə oturmaq. Ofisdə oturanda, yəni kağız-köz işləri başqa bir hissədir. Təbii ki, onun da başqa şeyləri var. Amma sən direktdən həm kollektivə, işçi heyəti və necə deyim, yönləndirmək öhdəliyin varsa, eyni zamanda da müştərilərlə də danışmalısansa, həqiqətən də sən öz xarakterini yox, artıq o formalaşdırdığın hansı vəzifətəsənsə, o şeylə, necə deyir, onu giyinib, əyinib və o şəkildə artıq. Onun üçün də təlimlər var təbii ki, insanın özünü böyətməyi var, yəni belə deyim də, inkişaf elətdirməyi var. Yolları var təbii ki, sadəcə işi sevmək lazımdır, bir də vicdanlı olmaq lazımdır. Bu çox önəmli. Mənim hər podkastda vicdandan danışmağım çox önəmli deyil nəsəyə. Mən qabaq Qaraqan yanında da deyir ki, buralarda vicdan. Mən onda belə vicdanı çox algılaya bilmirdim, amma çox önəmli deyil man. Önəmlidir, əlbəttə ki, önəmlidir. Çox önəmlidir. Və söhbət... Bir dəfə vicdandan danışaq ya. Mütləq. Söhbətimiz çox maraqlı gedir, dostlar. Biz davam eləyəcəyik söhbətimizə. Siz kanala abunə olun. 1 saniyə vaxtınızı alacaq. Biz davam edirik. Dostlar, qaldığımız yerdən davam edirik. Biz bugün paxıllıqdan danışırıq. Belə bir məsələ var, yəni müqayisə eləyəcəm sənin üçün. Mənim şəxsən hərbi xidmətdə olanda başıma gələn bir hadisədir. Biz hərbiçiləri nətər tanıyırıq? Daha belə disiplinli, daha belə sərt və sözünü deyən hərbiçi biz belə görmüşük. Və əskərlər adətən elə hərbiçilərdən, elə hərbi rəhbərdən qorxurlar. Amma bizim bir hərbi rəhbərimiz var idi. Çox mülayim insan idi. Çox zarafatçı, çox deyib gülən, gözəl qəlbli, çox əla insan idi. Zarafat eləyirdi, amma biz ondan qorxurduq. Yəni, bizim içimizdəki qorxu onun nə vaxtsa səsini bizim üstümüzə ucaldacaq qorxusu deyildi. Bizim içimizdəki qorxu, biz onu podvadit eləyərik. Sözü rusca dedim, əcəb elədim. Podvadit eləyərik. Yəni biz onu nətərsə... Xəyal qırıqlığına uğradır və yenə də türkçə və azərbaycanca yoxdur da əsla. Yoxdur, azərbaycanca danışmırıq. Yəni o insan necəsə bizim elədiyimizə görə pis olar deyə biz qorxurduq və biz onun hörmətini saxlayırdıq. Yəni bunu nə üçün deyirəm? Mövcud zəmanədəki rəhbərlər də paxıllığı bir qırağa qoymalıdırlar. Əgər varsa aralarında paxıl insan. Hörmət saxlamaq başqa bir qəşəng sözdür ya. Qorxmaqla sevgi arasındakı bir söz. Məsəl üçün bir var ki, sevgi duyasan, sevgi duymursan. Yəni necə pis mənada yox ha. Yəni nə qədər şey var ki, duyğusal, emosional bağ var ki, sənin məsəl üçün hər bir şeylə. Qorxmaq desən, sizi kəsməyəcək, doğramayacaq. Amma hörmət saxlamaq çox önəmlidir. Çox önəmlidir. Bu elə bu dediyim iş yerlərində də çox önəmlidir. Önəmlidir, inan. Yəni bu ortamda indi biz iş yerindən tutub ümumiyyətlə paxıllıq məsələsində, bu məsələdə
bunun üzərindən belə deyək də bir səthi keçmək lazımdır da. Yəni niyə paxıllıq eləyək ki? Yəni nə üçün kiminsə paxıllığını çəkək? Demirəm, indi səndə olmur, məndə olur şəxsən. Arada belə kiminsə paxıllığını çəkdiyim olur. Amma məndəki paxıllıq adətən sosial paxıllıq olur. Yəni məsəl üçün mən hansısa bir tanınmış sosial birini paxıllığını çəkərəm. Lan buna bax, mənə bax. Ha, elə. Qalmışam ortada. Ortada. Məndə ümumiyyətlə heç vaxt, yəni bu necə deyim, mayamda yoxdur da. Nə gözəl. Hə, kimsə qısqanmaq, kimsə paxıllıq eləmək. Bir dənə bilməm indi bu paxıllığa girərmi yoxsa yox. Məsəl üçün kimsə çox gözəl couple'lar görəndə, cütlüklər falan görəndə çox aşırı xoşuma gəlir və biraz belə deyirəm, belə şey oluram. Bir dənə ona zavidvoyut deyirlər. O da paxıllıqdırmı? Hə də. Amma belə cüzidir də, başa düşdün? Çox o qədər cüzidir ki. Cüzi də olsa var da axır. Hə, cüzidəm, amma heç vaxt mən onun vardı, mənim yoxdur. Çünki mən özümə çox güvənirəm. Yəni öz güclərimə, öz potensialıma çox güvənirəm və həmişə deyirəm ki, Natavan, bu gün sənin hansı yerdəsənsə və sənin nələrin varsa, sən istədiyin şəkildədir. Sən amma nələrin yoxdursa və harda yoxsansa, demək ki, sən istəməmisən. Çünki mən istədiklərimdən və hər bir insan belə deyir, hər bir insan istədiklərindən və istəmədiklərindən ibarətdir. Hər bir şeyi özümüz qururuq. Özümüz istədiyimiz üçün biri deyəcək ki, mən kasıblıq istəyirəm, mən pulsuzluq istəyirəm falan. Valla bilinci altında hə. Ən azından istəməməyi seçməmsən hələ. Başa düşdün? Çox belə... Çox dərin deyil. Çox dəqiq. Çox xoşuma gəldi, özüm də xoşuma gəldi. İstəməməyi bir seçsənə. Deyək ki, mən bugündən bu kasıblıq enerjimdən çıxacağam. Mən bundan sonra kasıb olmaq istəmirəm. Mən bundan sonra pul az qazanmaq istəmirəm. Mən bundan sonra çirkin olmaq istəmirəm. Bax, istəyirəmlərə hələ girməm sana. Ya da ki, çox gözəl, əgər istəyirəm çox gözəl sözü. Ya da deyək ki, mən bundan sonra, məsəl üçün, arıq fit formada görsəmək istəyirəm. Mən bundan sonra güləriz olmaq istəyirəm. Mən bundan sonra əlim pulla oynasın istəyirəm. Bir seç də bir şeyi seçməlisən. Ortada qalır, mən kasımı, mən çirkinəm, mən kiloluyum. Tamam, kod, okey, tamam, bildik. Tamam, okey. Elə də qalacaqsın da. Tamam, okey. Hə, tutaq ki, beləsən, sonra. Yəni, sonra öldükmü? Hə, neynəməyi düşünürsən? Coşdum yenə də. Mənim yenə deyidilər. Ay, çox pis. Bu çox pis söz o. Mənim yeni... Neysə, burasını kəsirik. Bunun toparlanacaq yeri yox. Dostlar, kanala abunə olmağı unutmayın. Şey vardı, Kamran Səlim vardı, parmağı belə eləyir deyə. Siz bizim podkastlara Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə baxırsınız, biz davam edirik. Və biz paxıllıqdan danışırıq, dostlar. Natavan, bugünə qədər həyatında nə qədər paxıl insan çıxartmısan? Şey deyim sən alına, hani tək başınayam mən alasıdır, tək başına alı seçmişəm, o dərəcə. Ya bilsən necə deyiləm, direkt birinin gəlib də sənə, mən sənin paxıllığını eləyirəm deməyinə də ehtiyac yoxdur. Mən artıq o qoxunu alıram. Əvvəllər də alırdım ha. Əvvəllər dedim ki, heç nə olmaz, heç nə olmaz, arkadaşımdır, heç nə olmaz, ailə üzvümdür, heç nə olmaz, tanışımdır falan filan dərkən. Amma indi o kokunu alan kimi o qədər tahammül səviyyəm, məncə bütün insanlıq olaraq tahammül səviyyəmiz azalıb. Artıq deyirəm ki, bir dəqiqə, pardon, yəni... Uzaqda oyna. Hə, şey deyiləmirəm, bilirəm ki, insanlar... Bax, məndə şey yoxdur. İnsanlara belə it kimi davranmaq, belə pis çıxmasın, əski kimi davranmaq deyirlər. Onun kimi davranmağı da sevmirəm. Nə qədər nifrət elədiyim insan belə olsa. Ya onu direkt görməzdən gələrəm. Bax, direkt, əgər mənim onunla məcburiyyətim yoxdursa danışmağa. Direkt görməzdən gələrəm, bax belə. Salam, sağ ol, vəsə. Ya da ki, məsəl üçün, hə, sağ ol, sən necəsən, çox sağ ol falan, vəsə, bu qədər. Bu qədər. Sınırlı. Artıq mən onu öz dünyama daxil eləyim, mən ondan artıq bir-iki kəlmə kəsim. Mənim artıq marağımda da deyil onun həyatı necədir. Onun da marağında olmasın ki, mənim çünki zaten pis frekanslı insandır. Zaten paxıllıq enerjisindən o qədər
bax paxıllıq enerjisi o qədər yüksək bir frekansdır ki, sevgi enerjisi kimi də, nifrətlə sevgi eynidir. Zaten sevgi olmayan insanlarda o şey olur. Hani məndə yoxdur, niyə onda var? Niyə o qabağa gedir? Niyə o belədir? Niyə o elədir? Heç vaxt yetinmir də, başa düşdün? Heç vaxt özündə olanlara baxmır da, yəni. Var o qədər var ki, məsələn mən otururam deyirəm ki, səndə olan şeylər məndə olsa mən şükür enerjisində oluram və əsla heç kəslə problemim olmaz. Sonra deyirəm ki, natavan, onda ən dəyərli olan şey yoxdur. Sevgi yoxdur. Nə qədər istəyirsə onun maşını olsun, nə qədər istəyirsə onun pulu olsun, çox gözəl evi olsun, həyatında çox gözəl insan olsun. Fərqi yoxdur. O bunların fərqində olmadan onlar həyatında olacaqsa nə anlamı qaldı? Onun içi boşdur. Ya başa düşürsən, içi boşdur. Ona görə də paxıllıq enerjisi onda çox gözəl nüfuz eləyir və çox gözəl o nüfuz elədiyində axıdır bizim kimi gözəl qəlbli insanların üzərinə. Bəli. Məncə insan daxilindəki paxıllıq onun keyfiyyət göstəricisidir. Paxıllıq varsa bu insanın keyfiyyətinə də biraz şübhə var. Paxıllıq yoxdursa bu işin, bu insanın professionallığına. Qəşəng dedin onu. Səviyyə söhbəti. Ha, düz deyirsən, kalitəsiz. Bəli. Aynen. Yəni əgər bir insan birinə qarşı, məsəl üçün yenə çox üzr istəyirəm, bundan misal çəkəcəm. Bu mənim üçün daha rahatdır. Sən işçisən, 10 ilin işçisisən, sənin yanına təzə işçi gəlib, bu sənin işçindir. Sən bunu öyrətməlisən, bu işinə başlamalıdır. Selman orada ilişib travması. Hə, yəni onu şey deyirəm, sənin işin vəzifən budur ki, bu insanı öyrədəsən. Sən onun rəhbərisənmi, bir üstüsənmi, hər nə sənsə, okey. Sənin vəzifən bunu öyrətməkdir. Və sən professional olaraq davranmaq lazımdır ki, o momentdə. Sən paxıllığı bir qırağa qoymalısan. Yox. Mən məsəl üçün bu işçinin yerində olsam, kiminsə üzərinə gəlmişəm. Mən oradakı o paxıllığı görsəm, zaten mən oradan uzaqlaşaram. Və yaxud da ki, öyrətmirsən, öyrətmə, okey. Mən bunu bir variantla özüm öyrənəcəm. Amma qarşıma məqsəd qoyacam ki, mən öyrənib, səni də qoyacam sonra. Dediyin şeyin tam həyatda yaşamışam bunu. Deməli, mən 3 il əvvəl bu kompleksdə işləməyə başlayanda reformer aparatları ilə mən sadəcə individual evdə xanımlarla falan məşğul olurdum. Çox az götürürdüm də dərs. Ən çox məndə mat pilatesdir də. Və mənə dedilər ki, direkt artıq müştərilər də var. Amma çox az müştəridir. Çünki trener oranı tərk eləmişdi artıq və müştərilər belə qalmışlar. Acaba nə olacaq, necə olacaq? Mən də orada onlayn dərslər falan keçirdim. Bilməm, bəlkə də o podkastlarda danışmışam bunu. Mənə dedilər ki, siz trener olaraq başlaya bilərsiniz Müzad. Mən də biraz belə şey oldum, dedim ki, yəni mən ki mat pilatesdir, hani müalicəvi gimnastikada, akrobatik gimnastikada nasıl olur da, yəni. Təbii ki, özümə güvənirəm, amma bir yandan da deyirəm ki, biraz mənə vaxt falan var. Yox, vaxt yoxdur. Artıq xanımlar qalıblar. 6 nəfər xanımdır, köhnə tələbələrdir. Biz bunları itirə bilmərik. Yəni trener o qədər bəlkə də zəif imiş ki, onun 6 müştərisi var idi o boyda yerdə. Bu başqa bir məsələ. Necə eləyəcəm, nə yapacağım zat dərkən bizim baş müdür dedi ki, bəs Natavan bir neçə dənə komple 5 dənə filial var da. Kompleksin digər trenerlərlə danışacağam. Sən gedərsən onlarla 1-2 dərslik bir şeylər götürərsən. Biraz səndə praktik olur. Aynə gözəl falan dərkən trenerlərin nömrəsini mən atdı. 3 xanımın nömrəsini göndərdi. Amma şaka gibi. Hiç unutmam. Hiç baxıb da unutmayalım, unutturmayalım. Bir də yazıram. Bilirsiniz, mən bunu yəni puldan aldığım bir təlimdir də. Mən bunu belə pulsuz öyrədə bilmərəm. Okey, tamam. Digərinə zəng vururam. Mənim vaxtım yoxdur. Nə vaxtda şey eləyərsiniz ki, hə, tamam zat. Və mən müdürün adını verəm ki, yəni müdür yönləndirib. Bax, müdür yönləndirib. Sənin heç bir söz haqqın yoxdur. Sənə nə dedilərsə, sən eləməlisən. Artıq onlar özlərini o qədər böyük bir yerə qoyublar ki. Amma böyük yerdə qoyduqları qədər də yüksələ bilməyiblər ki. Çünki özgüvənsiz insan özünün bilgilərini paylaşmaz da, başa düşdün? Güvənən insan deyər ki, Allah olsun da nə olacaq ki, mən onu öyrətməklə mənim daşlarım tökülməyəcək ki. YouTube'da hər şey var bu saat.
Hər şey var. bəli. Nəysə, üçüncü də məni nə bilim atdı. Dedi ki, gələrsən, getdim. Nəysə, bax belə. Dedim, hə, siz başqa söhbət eləyirsiniz. Tamam, okey dedim. Öz müəllimlərimlə danışdım, sağ olsunlar. Çünki biri Moskvada yaşayırdı. Biri ilə burada danışdıq, elədik. Hani bir-iki dəfə getmişliyim vardır və başladım işləməyə. 30-a yaxın qadın yığdım mən o kompleksə 3 il ərzində. 6-dan 30-a qalxdı. Bəli. Və mən o birisi trenerlərdən daha yüksək səviyyəyə gəldim. Zaten oradaydım əslində. Mənə edə biləcəyiniz şeylər, bilsən, hər kəs öz iş alanında yaxşıdır. Öz səviyyəsində yaxşıdır. Yenə də bayaq dediyim kimi, o qədər özgüvənləri əksikdir ki, elə bilirlər ki, bir şey paylaşsalar, nəsə əksilərlər. Halbuki mən Elman bundan əvvəl də öz yaxın rəfiqəmə, öz bildiklərimi öyrədib, onun hal-hazırda məsəl üçün qazancına, bax hal-hazırda məsələn onun cibinə 5-10 manat girsə ki, çox girir. Buradan ona salamlar. Bu arada eks rəfiqəm. Əgər ona bu gün pul qazanırsa, mənim öyrətdiklərim sayəsində. Və paralelində mən başqa bir tələbəmə də hal-hazırda Pilatesdən təcrübəsi var. Yəni o anlamda dərslər öyrədirəm. Nəyin qarşılığında? Bir dənə xahiş edirəm mənə dinən. Mən pul almışammı? Yox. Mənə yoxsa, bax, eks-padruqam deyirəm. Təbii ki, mənimlə padruqalıq eləyəndə padruqam idi. Amma tələbəm məsəl üçün. Mən qarşılığında nəsə alırammı? Yox. Çünki mən özümə güvənirəm. Heç kəs mən ola bilməz. Mənim öyrətdiyim bəyənməyim kim keçəcək dərsi? Yox. Sənin o bayaq dediyin adam da əgər o kapasitədə olsaydı, bilərdi ki, mən Elmana öyrədirəm, amma Elman mən olmayacaq. Amma mən öyrətməklə yüksələcəm. Mən daha bir, necə deyim, mənim iş alanımdadırsa, mən bir şifa verən insan dünyaya gətirəcəm amma. Məsəl üçün, bax, bugün əgər hansısa bir xanımla işləyib, o xanım ona təşəkkürünü bildirirsə, sağlığına qovuşursa, çerez mənə də savab. Deyəcəksiniz ki, bəlkə diniz az şeylər girməyək, tamam da, amma çox gözəl bir enerji ilə mən doluram. Hər şey maddiyat deyil. Bəli. Hər şey maddiyat deyil. Bəli. Mən də bu təlimləri pulla almışam. Bəli, mən də almışam da pulla. Mən pulsuz almışam. Ya da ki, Elman bugün məsəl üçün çox yaxşı bir işçi olacaqsa, sənin o dırnaq arası öyrədən insan çox yaxşı bir işçi qazandıracaqdı. Bəli. Amma özü yenə də nədən irəli gəlir? Paxıllıqdan. Paxıl olan insan özgüvənsiz insandır. Bəli. Özgüvəni yoxdur. Və məncə bu cür insanlar ümumiyyətlə nəyisə ölməlidirlər. Öyrətməkdən qaçan, öyrətmək üçün ağız burun əyən insanlar bitmiş insanlardır mənə görə. Nə bilim, tutaq ki, dindirsən, danışdırsan, mən burada nə bilim neçə ildir işləyirəm, mən burada nə bilim bu qədər şeyim olub, mənim buna qatqım olub, mənim ona qatqım Gelişdirmirlər özlərini. Açıq boynuma, hə. Gelişdirmirlər. Okey də olub. Amma sən başa düşməlisən ki, bu sənə gələn fürsətdir. Sən buna paxıllıq eləmək yerinə bir fürsət kimi baxsan, sən demişkən, mən gedib o cür insanlara ən gözəl cavab bilirsən nədir? Ən gözəl cavab odur ki, gedirsən, öyrənirsən, onların öyrədəcəyindən də qat-qat yaxşısını öyrənirsən, onlara problem olursan. Ondan yaxşı olursan. Bax, o onlar üçün cavabdır. Mənə zaten o trenerlərdən müştərilər gəlib, onları pisləyirdilər. Onları pisləyirdilər. Ondan yaxşı şey var. Ondan yaxşı, mənə belə elədin, mən də sənə belə eləyirəm. Qardaş, öyrədərdim, mən səni ilə bərabər öyrənərdim. Mən sənə adı verərdim ki, mənə bu məni insan... filan kəs öyrədi. Aynen. Mənim də adım başqa yerdə nə vaxtsa keçəndə deyərdim, mən filan kəsin tələbəsi olmuşam. Aynen. Məni filan kəs öyrədi. Yoxsa ki, mənim yanımda səndən danışanda, mən heç səndən danışmaq istəməyəcəm. Yəni, bunlar bilirsən nədir? Bax, keyfiyyət. Bu hamısı, paxıllıq olub olmaması, çox üzr istəyirəm, insanın keyfiyyətli olub olmamasının göstəricisidir. Vəssalam. Özgüvənsizlik, yox, bax, özgüvən və ego ayrı-ayrı şeylərdir. Burada ego da çoxdur. Özgüvəni olan insan deyir ki, mən özümə güvənirəm, bayaq dediyim kimi. Məsəl üçün, mən bu işimi ən gözəl şəkildə tələbəmə də öyrədim və o da sabah başqalarını öyrədər. Bu şəkildə deyirəm, mən özümə güvəndim. Bəli. Egolu insan nə deyir? Öyrətmirəm. Mən nəyə görə öyrətməliyəm ki deyib və yoluna da bilsə necə davam eləyir. Məsələn, sən bayaq çox qəşəng bir şey dedin, bilmirəm o mənim adamı dedin, amma mən oradan götürürəm.
özünü də gelişdirmir Elman. Bəli. Özünü gelişdirmir və belə eləyir. Amma mən bilirəm də onsuz da mən bu işin professionalıyam, başa düşdün. Amma bax bu özgüvən deyil. Sən zaten professional olsaydın, sən işini çox qəşəng öyrədərdin başqalarına da. Bir də o professional ki o özgüvəndir. Amma ego nə deyir? Mən zoram və gelişdirmir özünü, eyni yerdə qalır. Elman da ona görə məncə dedi ki, bitmiş insanlardır. Çünki həqiqətən də illərlə eyni yerdə qalır. Eyni yerdə qalır. Bir də bilsə necə bir şeydir. Məsəl üçün mən həmişə deyirəm, öyrətdikcə özün də öyrənirsən. Mən məsəl üçün tələbəmə nəsə öyrənəndə özümdə də lampalar. Yəni bəlkə də yəni podkastlarımızı həmişə izləyən tamaşaçılar bilərlər. Hər podkastda deyirəm ki, biz Elmanla danışanda özümüzdə də burada lampiçkalar yanır. Biz də burada belə baxanda mənə çox adam belə eləyir. Sən onunla bu işdən pul qazansın. Hər şey pul olub. Deyirəm, yox, sadəcə səmərəli bir vaxt keçirdirəm. Hani bəlkə Elmanla vaxtımız olmaz belə də görüşməyə falan. Amma otururuq bir-iki qeybət eləməyə yerinə biz bayağı başlayırıq danışmağa, özümüzü aydınlatmağa. Bunların hamısı baxın bugünə qədər nə qədər şeylərdən danışmışıq. Hamımız bilirik. Paxıllıq, qısqanclıq, çox başlıqlar var. Amma bunları açanda sən özündə də aydınlanırsan, sən özündə də yaşadıklarını yadıva salırsan və daha da artıq bu şey, məsəl üçün yaşadıklarını bilirdin, indi başqa bir yol istiqamət çizməyə başlayırsan bu yolda özünə kənardan baxıb analiz eləməyə yetənəyin artır. Yəni bunların hamısı çox böyük bir şeylərdir. Pul qazanacağım. O qədər işlər var ki. Yəni bu günlərin biz sadəcə pula mı ehtiyacımız olduğunu düşünürsüz? Sağ ol. Olduğumuz bu ortamda 10 nəfərdən ikisi gəlib bizə deyirsə ki, filan mövzu qəşəng idi, filan fikir yaxşı idi. Və yaxud da ki, Natavanın özündə dəfələrlə rastlaşdığı bir şey olub ki, filan şeyi yaxşı dediniz, filan şeyi pis dediniz. Yəni bu pul məqsədi ilə edilən bir şey deyil. Zaten pul məqsədi ilə edilən bir şey olanda bizim danışığımız da süni olacaqdı. Başa düşdün? Gələk iş kimi. Baxadın o günü, ay Allah, yola verək çıxar gedək. Bizim günümüz olub ki, gəlmişik burada 4 saat qalmışıq. Günümüz olub gəlmişik burada 6 saat qalmışıq. Günümüz də olub ki, 10 dəqiqədən sonra biz buradan çıxıb gedəcəyik. Yəni biz bu işi pul xətrinə eləmirik. Və elə bunu da yaxşı dedim. O insanlar, o cür insanlar bəzən belə bir şey deyil fikirləşirlər də. Məsəl üçün tutaq ki, sən illərin işçisisən, sənin üzərinə yeni bir işçi gəlib, sən deyirsən ki, sənə verilən tapşırıq budur. Ay, sənə verilən tapşırıq budur ki, sən bu adamı öyrətməlisən, bu adam bundan sonra filan işi görəcək. Bunu səndən öyrənməlidir. Ay, sənə baxmalıdır. Başa düşdün? Bunu öyrədə bilən şəxs sənsən. Və sən burada əgər boyun qaçırdırsansa, sən burada belə deyək də uzaq qalmağa çalışırsansa, birincisi, yenə təkrar edirəm, təkrar olacaq, əsəbləşirəm. Bu sənin qeyri-professionallığındır. Kivi boşqabı. Bu sənin başıboşluğundur. Bu sənin nə qədər özünü savadlı göstərmək istəsən də savadsızlığındır. Amma mən sənə bir şey deyim. Mən başqa şey deyirdim. Axırda nə qədər coşdumsa. Amma mən sənə bir şey deyim. Biz həyatımızdakı ən çox təşəkkür eləyəcəyimiz insanlar da elə o paxıl insanlar, qısqanc insanlar, negativ, pislik insan. Çünki biz onların sayəsində gelişirik. Bəli. Və sonda dostlar toparlayırıq artıq bitirmək üzrəyik mövzumuzu. Çox qısa bir ara verəcəyik. Siz kanala abunə olun, şərh yazın və bizə iyanə eləmək istəsəz Coffee Al ünvanından bizə coffee ala bilərsiniz. Dostlar, yekunlaşdırırıq mövzumuzu və yekunda, sonda mən belə bir qənaətə gəldim ki, Natavanın da danışdıqlarından, öz danışdıqlarından da belə bir qənaətə gəldim ki, paxıllıq heç də yaxşı bir şey deyil. Paxıl olmağa çalışmayın və ətrafınızdakı paxıl insanları özünüzdən uzaq tutmağa çalışın. Əgər bir paxıl insan sizə nəyisə öyrətməkdən boyun qaçırırsa, çalışın özünüz onu daha yaxşı səviyyədə öyrənib onun qarşısına, belə deyək də, onun qabağındakı qazanın qarşısına qapaq kimi onu qoyun, onunla da söhbət bağlansın. Bir də bacardığınız qədər dərslərinizi almağa çalışın. Nəyə görə oldu? Bu dərsi tamamilə çalışın. Çünki hər qarşılaşdığınız olay sizdə qapılar açır və dərslər verir. O dərs sonra evrən təkrar yoxlamağa çalışır ki, görürsən həqiqətən də o dərs aldım. Orada o qıraqda bucaqda bir şeylər qalmayıb. Belə paxıl insanların da
bir dönəm yəqin ki özün də görərsən, bir dönəm həyatına eyni tip insanlar girirlər, səni sömürən. Ya da bir də görsən ki, eyni tip insanlar girirlər, hansı ki çox yaxşı. Onlar hamısı bizim yansıtdığımızı. Dostlar, kanala abunə ol. Nə deyirdin? Kafamı yandı. Valla fikrimi üçün sonra mən ancaq belə oldu da. Gülməyi tutdu. Yəni ki, dərslərinizi vaxtında alın ki, təkrar o paxıl insanları çıxartdım həyatımdan. Ay zoram, ay alayım, bu siz nəyə oxşuyur? O qalsınlar, hə? Hə, yox, o şey oxşuyur. Hani meditasiya eləmək üçün dağın başına çıxıb səssizlikdə. Xeyr, önəmli olan ətrafda səs-küy varkən sənin meditativ halda olmağındır. Bu da ona oxşuyur. Önəmli olan o sənin paxıl insanları özlüyündən susturmağında. Artıq paxıl, yəni o elə bir enerjide ol ki, əksinə o paxıl olan insana da sevgi aşılam. Amma şey eləməyə, qarşına keçib bir şeylər öyrətməyə çalışmayın. Bu həqiqətən də işə yaramır. Mən sınamışam. Çünki o sənin ziddində, o özü həyatında nələrsə öyrənəcək. Sadəcə deməyim odur ki, sən elə bir frekansda ol ki, ona malzemə vermə artıq. Bu qədər dostlar. Bizim deyəcəyimiz bunlar idi. Sizin də öz fikirləriniz varsa şərhlərdə qeyd eləyin. Kanalımıza abunə olun. Bizim bütün sosial şəbəkələrimizi izləyin. Biz sizdən cəmi bir həftəlik ayrılırıq. Bir həftədən sonra yenidən sizinlə bərabər olacağıq. Sağ olun. Hələlik.